Selamun Aleyküm. Əvvəlki videolarımızda sizə bu villadan görüntüləri təqdim eləmişdik. İndi isə demək olar ki, tamamlanmış versiyasını sizə təqdim etmək istəyirəm. Həm əvvəlki videolarımızda izləməyənlər üçün bir daha izah edilmiş olsun. Tavanımız kermoqranit daşlardan yığılıb, T profillərin üzərinə şayba şuruplarla bərkidilib. İnşallah şayba şuruplar kəsildikdə, açıldıqdan sonra bu kimi görüntü olacaq. Görünən bu zolaqlar isə gizli işığın zolaqlarıdır. Tavandan başlayıb gəlib bu tumbada tamamlanacaq inşallah. Şaquli vəziyyətə qalxıb gedəcək axıra kimi. Qapı və pəncərə yamacları molding tipli kantlardan yığılıb. Yəni dərinliyi 30 en 10, çöl dərinliyi isə 7 sm və belə bir görünüş alır inşallah. Bunlar hamısı əl ilə işlənmiş detallardır. Hər biri pagon sayılır. Künclər 45 dərəcə kəsimlə işlənib, əl işidir. Hamısı kermoqranit daşların altında izolyasiya materiallarından daş yunu və buxar əleyhinə membran işlətmişik ki, bu da evi birbaşa termo və səs izolyasiyası edir. İndi isə evin birinci mərtəbəsində yerləşən qapının giriş hissəsinin üzərində yığdığımız süni naves var. Həmin o navesin konstruksiyasıdır. Təqdim edirik sizə. İndi isə onun tavanı vurulur aşağı hissədən. Görünüş tamamlandıqdan sonra bir daha sizlərlə tanış edərik inşallah. Villamızda demək olar ki, tamamlanma işləri gedir hər sahədə. İnşallah tamamlanmış versiyanı sizə təqdim edəcəyik. Məncə inşallah ki, gözəl iş ərsəyə gətirmişik peşəkar ustalarımızla. Sizlər də tikililərinizin fasadını belə gözəl görünüşə malik olmasını istəyirsinizsə bizimlə əlaqə saxlayın.